Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çox dadlı, işlikli peçenyaların hazırlanmasını sizinlə paylaşıram. Peçenyaları bişmiş qatlaşmış südlə hazırlayıram. Çox ləzzətli alınır. Buna peçenya, pirojna da demək olar. Çox asan bir reseptdir. İndi keçək hazırlanma qaydasına. Xəmiri yoğuracağım qaba əvvəlcə bir ədəd sındırdığım yumurtanı əlavə eləyirəm. Üzərinə 4 dolu xörək qaşığı şəkər kirşanı əlavə eləyirəm. Az duz. Bunları əvvəlcə çırpıcı ilə yaxşı-yaxşı qarışdırıram. Alınan qarışıma 100 ml bitki yağı əlavə eləyirəm. Xəmir üçün 60 ml süd götürmüşəm, onu da qaba əlavə eləyirəm. Üzərinə bir paket şəkərli vanil. Peçenyaları bişmiş qatlaşmış südlə hazırlayıram. Ona görə götürdüyüm ölçüdən bir dolu xörək qaşığı xəmirə əlavə eləyirəm. Qalanını isə içlik kimi istifadə eləyəcəm. Bunların hamısını qatlaşmış süd tam əriyib qarışana qədər yaxşı-yaxşı qarışdırıram. Qaba un əlavə eləyirəm. Unun bir hissəsini qaba əlavə eləyirəm. Hamısını birdən əlavə eləmirəm. Üzərinə bir dolu çay qaşığı qarğıdalı nişastası əlavə eləyirəm. Bir paket qabartma tozu. Bunları əvvəlcə çırpıcı ilə qarışdırıram. Unu apardığı qədər istifadə eləyəcəm. Artıq çətin olduqda yenə un əlavə eləyirəm. Əlimlə qarışdırıb xəmir yoğururam. Ələ yapışmayan, yağlı bir xəmir olmalıdır. Xəmir üçün 3 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Gördüyünüz kimi belə ələ yapışmayan, yağlı bir xəmir alındı. Xəmiri gözlətmirəm. Masanın üstünə yerləşdirib əlimlə xırda parçalar kəsirəm. Əlimlə yuvarlayıb kündələr hazırlayıram. Hamısını eyni ölçüdə əlimlə kəsib xırda-xırda yuvarlayıb toplar hazırlayıram. Peçenyaların üstü naxışlı olması üçün belə bir süzgəcdən istifadə eləyəcəm. Peçenyaları sadə, bir də kakoslu hazırlamaq olar. Mən əvvəlcə sadə necə hazırlayıram, onun birini göstərmək istəyirəm. Kündələrdən birini əlimlə yuvarlayıram. Yuvarlayıb bu biraz uzunsov şəkil verirəm. Süzgəcin üstünə yerləşdirirəm. Əlimlə üstündən bastıraraq aşağıya, yanlara doğru genişləndirirəm. Çox da bərk sıxmaq lazım deyil ki, çıxartmaq asan olsun. Süzgəcin naxışları üstündə qalır. Üzərinə yarım çay qaşığı da götürdüyüm bişmiş qatlaşmış süddən əlavə eləyirəm. Kənarlarını ortaya doğru gətirib bir-birinə yapışdırıram. Əlimlə sıxıb bərkidirəm. Hazırlayandan sonra süzgəcdən çox rahatlıqla çıxır. Belə gördüyünüz kimi üstü sadə, gözəl peçenyalar alınır. İstəyən belə sadə hazırlaya bilər, amma mən daha dadlı, görünüşü gözəl olması üçün qaba 2 xörək qaşığı kakos əlavə eləyirəm. 1 xörək qaşığı da şəkər tozu. Bunları qarışdırıram. Yenə eyni qayda ilə kündələrdən birini götürüb əlimlə yuvarlayıb uzunsov şəkil verirəm. Sonra kakoslu qarışıma batırıram hər yerini. Onu da süzgəcin üstünə qoyuram. Videoda göstərdiyim kimi üstündən bastıraraq aşağıya, yanlara doğru genişləndirirəm. Üzərinə yarım çay qaşığı bişmiş qatlaşmış süddən əlavə eləyirəm. Onu da eyni qayda ilə kənarlardan ortaya doğru gətirirəm. Əlimlə sıxaraq bərkidirəm. Gördüyünüz kimi bunlar da belə gözəl kakoslu peçenyalar hazırladım. İstəyə görə sadə ya da elə belə kakoslu hazırlamaq olar
Bişmiş qatlaşmış südü şokolad yağı ilə istənilən cemlə də əvəz edə bilərsiniz. Peçenyanın reseptini videomun açıqlama bölümündə qeyd etmişəm. Hazırladığım xəmirdən 20 ədəd peçenya çıxdı. Buna peçenya, pirojna da demək olar. Ərzaqların ölçülərini artıraraq daha çox hazırlamaq olar. Əgər sizdə belə süzgəc yoxdursa, onda elə sadə masanın üstündə açıb, masanın üstündə hazırlayıb, üzərini maqqacla ya da çəngəllə naxışlaya bilərsiniz. Hamısını gördüyünüz kimi eyni qaydada hazırlayıram. Tam hazırlayandan sonra yağlı kağız sərdiyim formaya düzürəm. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 15-20 dəqiqə bişirirəm. Peçenyalar artıq bişib, sobadan çıxartmışam. Çox yaxşı bişib, üstü çox qızarmır. Gördüyünüz kimi naxışları da itməyib, çox yaxşı vəziyyətdə qalıb. Siz də hazırlayın, çox ləzzətlidir. Hazırlayıb çay süfrəsinə verə bilərsiniz. Görək necə alınır peçenyalar. Əllə toxunanda dağılan, kövrək, içlikli, dadlı çay süfrəsinə yaraşan bir şirniyyatdır. Hazırlayan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, əgər videoda ilk dəfə görüşürüksə, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın.